Hörmətli müəllimlər, hörmətli ictimai nümayəndələri, hörmətli dəyərli ziyalılarımız, hər birinizi Naxçıvan şəhəri hakimiyyəti adından salamlayıram. Məlumat üçün bildirirəm ki, Vətəndaş Tribunası İctimai Birliyi tərəfindən bu ilin iyun ayından etibarən Türk dünyasının inteqrasiya perspektivləri layihəsi icrasına başlanmalıdır və layihə çərçivəsində Naxçıvan Respublikasının şəhər qoramında, Sədərər rayonunda, eyni zamanda Naxçıvan şəhərində ictimai nümayəndələrlə görüşlərin təşkili nəzərdə tutulubdur və günə qədər şəhər və Sədərər rayonunda görüşlər keçirilib. Növbəti belə fərqli görüş bizim Naxçıvan şəhərində keçirilib. Gəlin biz tədbirimizə başlamazdan öncə ürünlər eləyərək və bizim əziz şəhərlərimizin əziz xatırlasın, digərləri düşünmək. Qeyd etmək istəyirəm ki, tədbirin məqsədi mövzu ilə bağlı müzakirələr aparmaq, maariflənmək və gələcəkdə və bugünkü fəaliyyətimizlə Türk birliyinin daha da inkişafına öz töhfəmizi verir. Hamımıza məlumdur, ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən birini də Türk dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi, bu sahədə inteqrasiyanın daha da gücləndirilməsi. Məhz təsadüf edək ki, Cənab Prezidentin 2021-ci ildə and içmə mərasimində bizim ailəmiz Türk birliyidir kəlamı əslində ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri olan Türk birliyi inteqrasiyanın nə qədər mühüm yer tutduğunu bizlərə bir daha vurğulayıb göstərir. Naxçıvanın Türk birliyinin möhkəmlənməsində, inteqrasiyada roluna diqqət çəkəndə görürük ki, elə bugünkü Türk Dövlətləri Təşkilatının təməli əsası elə məhz bizim Naxçıvan şəhərində 2009-cu ildə qoyulmuşdur. Burada imzalanan tarixi sazişi əsasında Türk Şurası yaradıldı və onun davamında bugün Türk Dövlətləri Təşkilatı fəaliyyət göstərir. Uğurla fəaliyyət göstərir. Bugün 2009-cu ildən bugünə gəldikdə, bugün Naxçıvan Respublikası Türk birliyinin daha da möhkəmlənməsində xüsusi rola malikdir. Bax, Naxçıvan şəhərin qapısı olaraq, eyni zamanda gələcəkdə Zəngəzur dəhlizinin aparıcı əsas dayaqlarından biri olaraq Türk dünyasının möhkəmlənməsində əsas mərkəzlərdən biri olub bugün etməkdə. Biz bu mövzu ilə bağlı düşünürəm ki, biz burada bizim müəllimlərimiz tədbirdə iştirak edirlər, cəmiyyətin ictimai nümayəndələri iştirak edirlər. Biz hər birimiz öz fəaliyyətimizlə Türk birliyinin daha da möhkəmlənməsinə, bax bu 200 milyon yaxın əhaliyi özündə birləşdirən bu böyük ailənin möhkəmlənməsinə öz töhfəmizi verə bilərik və bizim hər birimizin vətəndaşlıq vəzifəmizdir, Türk olmaq borcumuzdur. Yəni müəllimlər təhsil müəssisələrində şagirdlərə, biz hər birimiz özümüzdən kiçiklərə ortaq tariximizi təbliğ etməklə. Bugün bizim hər birimiz mövzu ilə bağlı bizim burada dəyərli ziyalılarımız işləşdir. Onlar daha ətraflı məlumat verəcəklər. Bizim hər birimiz bugün sosial şəbəkə istifadəçisi və düşünürəm ki, sosial şəbəkələrdə öz paylaşımlarımızda Türk birliyinin daha da möhkəmlənməsinə xidmət edən paylaşımları etməyimiz mühüm, həqiqi mənada mühüm. Xalq olaraq biz bu işi həyata keçirməliyik. Vacibdir bu məsələ. Çox ara çıxışını söyləmək istəyirəm. Hörmətli Səfər müəllimə, buyurun Səfər. Sağ olun. Əziz dostlar, tədbirimizə qatıldığımız üçün hər birinizə təşəkkür edirəm. Eyni zamanda layihəmizə təşkilat dəstək verdiyi üçün Naxçıvan şəhər icra hakimiyyətinə öz minnətdarlığımı bildirirəm. Mövzumuz Böyük Türk Birliyinin inteqrasiya perspektivləridir. Türk Birliyi dedikdə biz əlbəttə Azərbaycanı, sonra da Naxçıvanı fikirləşirik. Çünki Naxçıvan Türk Birliyinə açılan bu iki gündə bir qapı və bir köprüdür.
Türk Dövlətləri Təşkilatı 2009-cu ildə Naxçıvan şəhərində yaradılıb. 5 Türk dövlətinin rəhbəri Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızistan rəhbərləri bu birliyin əsasını qoydular 2009-cu ildə. Ondan sonra birliyə müşahidəçi qismində Türkmənistan, Macaristan və Kipr, Şimali Kipr Türk Cumhuriyyəti qatılır. Bugünkü gündə bu dövlətlərin birgə fəaliyyəti çox böyük uğurla davam etməkdədir. Niyə bu birlik yarandı? Ona görə yarandı ki, biz son 30 ildə böyük Qarabağ problemini yaşamış bir xalqıq. Təkcə biz yox, eyni zamanda başqa Türk xalqları da oxşar problemlərlə bu son 30 ildə üzləşiblər. Bu problemləri həll etmək, eyni zamanda iqtisadi inkişafa nail olmaq və Türk dövlətləri arasında mədəni, sosial, iqtisadi, siyasi inteqrasiyanı gücləndirmək üçün bu birlik yaradılıbdır. Bunu yaratmaq bizə biraz asan gələ bilər, ancaq göründüyü qədər də asan deyil. Yəni, liderlər yığışdı və belə bir qərarı qəbul etdi, deyil. Bu birliyin yaradılması çox böyük bir əhatəli düşüncə forması tələb edir. Çünki onun əleyhdarları da mövcuddur. Əleyhdarlarının kimliyini siz yaxşı bilirsiniz. Bu bizim qonşu Ermənistandır, bizim qonşu istəməyən, birliyin yaranması istəməyən İrandır, Rusiyadır və s. Azərbaycanın rolu 2020-ci il Qarabağ qələbəsindən sonra tamamilə fərqli bir səviyyəyə qalxdı. Azərbaycan öz haqqını, hüququnu tələb edən və onu qorumağa bacaran bir dövlət kimi dünya birliyində tanındı. Bu Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsi Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük uğurla başa çatdı və 10 noyabr 2000-ci il razılaşmasına görə Rusiya, Ermənistan və Azərbaycan arasında razılaşmaya görə ən mühüm bəndlərdən biri ondan ibarət edir ki, Naxçıvana kommunikasiyalar açılacaq. Amma Cənab Prezidentin Naxçıvan səfərində də Azərbaycan televiziyasına verdiyi müsahibədə qeyd etdi ki, biz bu koridorun Azərbaycan hissəsində bütün işləri öz qüvvələrimizlə görməyə hazırdır. Amma bu layihəyə qoşulmaq istəyən, ona dəstək verənlər çox da yubanmasınlar. Çünki qeyd olunduğu kimi bu layihənin icrası Azərbaycanın gücü daxilindədir və artıq Ordubaş rayonunda dəmir yolu infrastrukturunun yenidən qurulması bütün başlanıb və bütün vüsəti ilə davam edir. İnanırıq ki, bu 194 kilometrlik dəmir yolu bir il yaxud 2 il ərzində uğurla başa çatdırılacaq və bu dəhlizin açılmasında işlərin sürətlənməsinə səbəb olacaq. Bu dəhliz indi hansı rolu oynuyor? Demək, bilirsiniz ki, dünyanın ən böyük istehsalçısı Çindir. Çin'in istehsal ettiği mallar bütün dünyaya yayılır. Bu alıcıların içinde Avropa başlıca mekanlardan biridir. Avrupa'ya yol ise bugüne kadar da Rusya'dan gelirdi. Ama Rusya'nın dövlət perspektivi bir qədər şüpheli olduğu için, Rusya'da muharebe ettiği için Çin alternatif bir yolun inşasına başladı. Bu yol Orta Dəhliz adlanır. O Çin'den, Qazaxıstandan ve Orta Asya'dan dolanaraq Xəzər dənizi vasitəsilə Gürcüstana gedir. Oradan da Türkiye'ye. Dəhlizin iki əsas istiqamətindən biri də Zəngəzur dəhlizidir ki, onun açılması Naxçıvan üçün bütövlükdə çox böyük əhəmiyyət daşıyır.
Hətta Cənab Prezident qeyd etdi ki, İranın da Naxçıvan vasitəsilə bu layihəyə qoşulması dəmir yolu və digər kommunikasiya xətləri ilə qoşulması istisna deyil. Ola bilər ki, gələcəkdə bu dəhliz təkcə qatar yolu yox, həm də elektrik ixtiracı, həm də neft və qaz ixracı üçün mühüm bir zolağa çevrilsin və bu zolağa çevrilmə Naxçıvanın sosial-iqtisadi inkişafına böyük təkan verəcək. Biz o inkişafı indi təsəvvür edə bilmirik. Mən bundan əvvəlki tədbirlərimizdə Şərurda çıxışında dedim ki, qatar gəlib Şərurda dayananda burada torpağın qiyməti çox yüksək bir səviyyəyə qalxacaq. Ona görə işimizi indidən ehtiyatlı tutun. Eləcə də təkcə Şərurda yox, bütün Naxçıvanda demək, bu dirçəliş gözlənilir. Cənab Prezidentin sərəncamı ilə Naxçıvana ayrılmış 258 milyon manat vəsaitin indidən hələ başlanğıc olaraq Naxçıvanda bir çox iş yerlərinin açılması, sosial obyektlərin tikilməsi üçün böyük vəsilədir. Türk Birliyi təkcə bu 500 dövlətdən və 3 müşahidəçi dövlətdən ibarət deyil. Artıq Türk Birliyindən maraq məsələn, Yaponiya kimi bir ölkədə böyük maraq yaranır. Çünki onlar da ilmi yollarla sübut edirlər ki, bu cür öz alimləri, Yapon alimləri sübut edir ki, onların da kökü əslən türkdür. Eləcə də Koreyalılar bu həqiqəti təsbit edirlər. Skandinav və Vikingləri bu cür sübut edirlər ki, genetik cəhətdən sübut edirlər ki, onların da əcdadları türklərdir və bu türklük bu gün artıq dirçəliş mərhələsini yaşayır. Mədəni əlaqələrimizə gəldikdə siz bilirsiniz ki, keçən il 2024-cü ildə Türk Akademiyası ümumi razılaşma əsasında 34 hərflik ortaq türk əlifbasının tətbiqinə və qəbul edilməsinə razılıq verdi və bu da bizim xalqlarımızın mədəni əlaqələrinin möhkəmlənməsi, ümumiyyətlə təhsil sistemində, ümumiyyətlə yazı, prozun, kitab dövriyyəsində çox mühüm bir rol oynayacaq. Ondan başqa bu yaxınlarda Türk xalqlarının mədəni tarixində çox mühüm məsələlərdən biri olan Türkçaloğu 1926-cı il Türkçaloğu qurultayının 100 illiyi Bakıda qeyd olundu. Sizə çatdırım ki, 1926-cı ildə bugünkü Türk dövlətlərinin irəli sürdüyü, nail olmaq istədiyi məqsədlər həmin Türkçaloğu qurultayda irəli sürülmüşdür. Çox təəssüflər olsun ki, o zamanki qəddar Sovet hakimiyyəti o qurultayda iştirak edən bütün üzvləri kimliyindən asılı olmayaraq repressiyaya məruz qoydu. Kimisi güllələndi, kimisi həbs edildi, kimisi sürgün edildi, kimisi də bütün elmi və mədəni məhrumiyyətlərə düşar oldu. Bugün, daha doğrusu bu yaxınlarda o qurultayın 100 illiyinin Bakıda qeyd olunması çox böyük mədəni bir hadisə kimi Türk xalqlarının həyatında impuls edir. Biz ümid edirik ki, quru sərhədlərimizdə bu layihənin həyata keçirilməsi ilə bağlı tam açılacaq və Türk dövlətləri arasında gediş-gəliş intensivləşəcək. Bu da ki, xalqlarımızın yaxınlaşmasına, onun dövlətlərimizin iqtisadi və hərbi qüdrətinin artmalarına təkamül edəcək. Keçən dəfəki qeyri-rəsmi zirvə görüşündə, Qazaxıstan, Türkistan şəhərində, liderlərimizin görüşündə bu məsələlər bir daha müzakirə olundu və müvafiq qərarlar qəbul edildi ki, onlardan biri də hərbi sənaye sahəsində əməkdaşlıqdır, ordularımızın bircə təlim məşqlərinin keçirilməsidir. Bu məsələlər, yəni Cənab Prezident Naxçıvanda olanda çox mühüm bir açıqlamalar verdi, bir neçə. Bu dedi ki, biz Naxçıvanın əvvəlcə təhlükəsizliyin təmin edilməsi yolunda çalışdıq, Naxçıvanın təhlükəsizliyini təmin etdik. Sonra Naxçıvanın xüsusilə elektrik və qaz enerjisinə ehtiyacı var idi. Biz bunları təmin etdik və bunları təmin edəndən sonra artıq Naxçıvan idxalçı yox, ixracçı bir bölgə kimi Azərbaycan iqtisadiyyatında böyük rol oynayacaq. Debata çıxış.
Əmək ordunuz, Hürmətli Hüseyin Prezident salamlayıram. Belə bir tədbirdə iştirak etməkdən qürur hissi keçirdiyimi bildirmək istəyirəm. Mövzu olduqca aktual mövzudur. Yəni, hər bir Türk övladına, Türk vətəndaşına düşündürən bir məsələdir ki, tarix boyu, illər boyu biz bu mövzu ətrafında çox düşünmüşük, çox fikirləşmişik və milli kimliyimizi də hətta axtarmağa məcbur olmuşuq. Uzun illər boyu özümüzə Türk deməyə qorxmuşuq. İlk dəfə tarixdə 1880-ci ildə Kəşkül jurnalında belə bir müsahibə gedir. Qatarda 2 nəfər soruşurlar ki, sən hansı millətdənsən? Deyir, mən müsəlmanım. Soruşurlar ki, müsəlman sənin dinindir. Bəs millətin nədir? Təsəvvür eləyin ki, o dövrə kimi yalnız biz müsəlmanıq deyə millətimizi də onunla tanıdırıq. Cavab verir ki, müsəlman deyəndə Özbək də müsəlmandır, Qırğız da müsəlmandır, Ərəb də müsəlmandır. Məsələn, deyirlər Özbək türkü, Qırğız türkü və sən Azərbaycan türküsən. Və ilk dəfə həmin o ifadədən sonra Azərbaycanda da bu ideologiya yarandı və xüsusən 20-ci əsrin əvvəllərində işıqlı simalarımız Turançılıq, Turan dövlətinin yaradılması haqqında ideyalar irəli sürməyə başladılar. Bilirsiniz ki, Əhməd bəy Hüseynzadə və digər işıqlı ziyalılarımız bu istiqamətdə apardıqları təbliğata görə sonradan təyin olundular və onların əksəriyyəti arzu bir sonlu olan həyatları getdi. O zaman hələ Hüseyn Cavid İblis əsərində deyirdi, Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət. 2009-cu ildə Türk dövlətlərindən birliyi Naxçıvan fərq edirlər ki, məhz Naxçıvanda yaradıldı və həmin o tarixi hadisədə mən şəxsən iştirak eləmişəm. Bu proses də mənim yadımdadır və qürur duymuşam ki, dünya türklərinin həmrəyliyi birliyinin əsası məhz Naxçıvanda qurulur. Və buradan da ayrı-ayrı istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün cizgilər müəyyən edilir. Və ikinci tərəfdən Zəngəzur dəhlizinin açılışı 3 istiqamətdə əhəmiyyətlidir. Birinci, yerli əhəmiyyət daşıdığına görə, lokal xarakter daşıdığını bilirsiniz ki, həmin o deməli, Qarabağ müharibəsi dövründə 30 ilə yaxın Azərbaycan torpaqları işğal altında qalanda orada bir soyğunçuluq prosesi həyata keçirildi. Azərbaycanın o əraziləri demək olar ki, bir düşmən kimi, düşməncəsinə tarmal edildi. İndi həmin o ərazilər, yerli, lokal əhəmiyyət ona görə daşıyır ki, Zəngəzur dəhlizi açılandan sonra ora yeni həyat gətiriləcək, yenidən o sahələr səhləyəcək. Elə bu digər sahələrdə də Ermənistan özünə də xeyr edəcək ki, illər boyu geridə qalan, inkişaf eləməyən Zəngəzur boyu rayonları, Sünnət vilayəti və digər sahələr də onlara da əhəmiyyəti vardır. Və deyək ki, bugün həm dövrümüz zamanımız aktual olur. Belə bir tədbirin düzənlənməsi və Azərbaycan Respublikasının qeyri-mülki təşkilatlarından Dövlət Xəstələr Agentliyinin və Vətəndaş Tövzülması İstiqamlılığına və şəxsən istedadlı yararsınız
yerlimiz Səfər Altarlarının minnətdarlığını. Demək, bugün təhsə Türk dövlətlərinin deyil, Türk dünyanı düşünülən bir məsələdir. Bu məsələ öz halindən tapacaq. Buna heç şükür deyil. Ölkəmizin prezidenti İlham Əliyevin dediyi, bizim ümumi evimiz olan Türk dünyası 21-ci əsrin ən nüfuzlu geosiyasi mərkəzlərindən birinə çevrilməlidir. Sözləri, mən belə təsəvvür edirəm, bu kesin təbdir, həmin sözləri artıq davamı kimi gözümüzdə. Öz Türk birliyinin integrasiya perspektivləri altında təbdirdə məndən əvvəl çıxış edən Səfərvarlı, eyni zamanda Hüseyin Mağdur. Çox gözəl sözlər dedilər, bu istiqamətdə görürlər, işlərdən başlayırlar. Doğrudan da 1926-dan təşkil eləmək istəmirəm doğrusu. 1926-cı ildə keçirilən bir Çorlu Qurultayda ötən müddət ərzində çox işlər görürük. Bunu hamımız təqdir edirik və deyək ki, 34 partiyaydı, 34 hərfdən ibarət ortaq Türk dili əlifbasının yaradılması. Hüseyin müəllimin dediyi kimi, Naxçıvanda Türk Dövlətləri Birliyinin yaradılması bu istiqamətdə həyata keçirilən tədbirlərin reallaşmasıdır. Və belə tədbir ilə bağlı fikirləri olan, anaba çıxış eləmək istəyən varsa, Əziz dostlar, çox sağ olun ki, daha təşəkkür edirəm ki, bu kiçik halada bizim tədbirimizdə iştirak edirsiniz. Mən buradan qeyri-hökumət təşkilatlarına, dövlət dəstəyi agentliyinə təşəkkür etmək istəyirəm ki, bizim bu layihəmizi dəstəkləyir və biz Naxçıvan Muxtar Respublikasında artıq son 3-4 ildə müxtəlif layihələr reallaşdırılır. Mövzu ilə bağlı iki kəlmə onu demək istəyirəm ki, biz şeir yaza bilərik, biz pafoslu sözlər gəlməliyik. Amma türklük mənim zənnimcə yaxşı müəllim olmaqdır, yaxşı bülgər olmaqdır, yaxşı slesar olmaqdır, yaxşı alim olmaqdır, yaxşı ana olmaqdır, yaxşı sürücü olmaqdır, yaxşı atlı olmaqdır. Əgər sən bunları bugünkü günün tələbinə, ailənin, vətəninin, dövlətinin tələbinə, bəşəriyyətin tələbinə uyğun yerinə yetirə bilirsənsə, sən həqiqətən də türksən. Bu türklüyü bizim babalarımız Avropaya Viyananın qapılarına qədər aparmışdır. Və onun xalqı da 30 illik, bu 200 illik Rusiya əsarətindən sonra nəhayət azadlığın və rifahın nə olduğunu dərk edir. Çox sağ olun, hamıza təşəkkür ederim.